Bəzən olmaq istədiyimiz kimi olmaq istəyirik, istədiyimiz insanların yanında, amma çox zaman da olmaq istədiyimiz kimi olmamağı seçirik, istədiyimiz insanların yanında. Səbəb nədir? Səbəb odur ki, birdən məni belə qəbul etməz, qəbul etməsə məni sevməz, mənə dəyər verməz, məni çox istəməz, birdən məni tərk edər, birdən məni rədd edər, birdən mən tək qalaram. Birdən belə düşünər, birdən belə deyərəm, belə anlayar və nəticə etibarilə bəzən biz özümüz kimi ola bilmirik. Özümüz kimi ola bilmədiyimiz halda isə bizim daxili vəziyyətimiz, yəni çöl dünyaya təsir edir, kənardan artıq şuuraltı səviyyədə maska taxılmış obrazımız qarşı tərəfə ötürülmüş olur. O da artıq həmən insan üçün təbii gələcək, suni gələcək, ona dair də həmən insan öz düşüncələri olmağa başlayır. Və qarşımızdakı insan da başlayır bizim özümüz də bilmədən və yaxud da bilərək taxdığımız maskaya əsasən bizi dəyərləndirməyə, qiymətləndirməyə və bizimlə bu cür münasibət qurmağa. Bəzən özümüzdə deyirik ki, mənlə niyə bu cür rəftar edədir, mən haqsızlığa məruz qalıram. Və həmən vaxt özümüzə sual verək, həqiqətən özümüz kimi idikmi? Həqiqətən özümüz kimi özümüzü ifadə edirdikmi, duyğularımızı, düşüncələrimizi, yoxsa hansısa qorxunun təsiri altında həqiqətən özümüz olmayaraq davam edirdik. Yəni buna baxmaq, buna düşünmək lazımdır. Lap dərinə geçsək, əslində insanların əksəriyyəti həqiqətən olduğu kimi görülmək, olduğu kimi anlaşılmaq, olduğu kimi dəyərli hiss etmək və sevilmək istəyir. Amma yanlış maskalarla, hansı ki bu yanlış maskanı biz niyə taxırıq? Çünki uşaq versiyamız və yaxud da ki bundan əvvəlki versiyalarımız o qədər qorxular, o qədər narahatlıqlar, o qədər düşüncələrdə ilişib qalıb ki, məsələn, itirməkdir, tərk etməkdir, rədd etməkdir, təşvişdir, həyəcandır, narahatçılıqdır, fərqi yoxdur. O qədər negativ adlandırdığımız duyğu və düşüncələrdə və qorxularda ilişib qalıb ki, indiki versiyası, yəni özümüz kimi olmaqda çətinlik çəkir. O zaman biz özümüzü yox, bizim daxildə yatan qorxularımız bizi idarə edir. Sadəcə biz bu qorxulara ad verə bilmirik deyə bizə elə gəlir ki, həyat ədalətsizdir, həyat belədir, niyə filan kəs belə etdi, niyə filan kəs belə düşündü, niyə mənim başıma gəldi. Bəs məsələ nədir? Bu durumda nə edə bilərik ki, həqiqətən olduğumuz kimi olaq? Sadəcə cəhd eləyək və baxaq görək ki, həqiqətən olduğumuz kimi olmağa çalışsaq, neçə insan tərəfindən olduğumuz kimi şərtsiz qəbul edərik, neçə insan tərəfindən eleştirilərik, tənqid olunarıq, qınanlanırıq, neçə insan tərəfindən rədd edilərik, tərk edilərik, tək qalarıq. Həqiqətən bunu görməyə, dürüstcəsinə cəsarətimiz çatırmı? Yoxsa bunu görməmək üçün özümüzdə bir illüziya yaradırıq və qarşı tərəfə dair də illüziya maskalarına istifadə edirik. Təzə bir layihə başlatdım, yenidən psixoloq. Qrupa üzv olanlardan birinci söhbət olacaq. Bir-birimizi yaxından tanıyacağıq, problemlərini eşidəcəm, dinləyəcəm, empatiya quracağım və refleksiya və interpretasiya suallarına istifadə edəcəm. Sonra canlı yayımımız olacaq. Məqsəd bizi canlı yayıma hazırlamaq və həqiqətən qısa nəticə ilə kiçik də olsa ayrılmaq olacaq. Kimə maraqlıdırsa, təbii ki, üstə gəl işarəsi ata bilər və yaxud da ki, psixolog yazaraq ətraflı məlumat əldə edə bilər. Qeyd edim ki, iştirak ödənişsizdir.